Dana dişinin nə olduğunu bilirsinizmi? Kətdə yaşayanlar bunu daha yaxşı bilir. Şəhərdəkilər də güman edirəm ən azı orta məktəb dərsliklərində oxuyublar və bilirlər. Bu, torpağın altında yaşayan və kənd təsərrüfatında ən zərərli yırtıcı həşəratlardan biri sayılan qəribə qurddur. Demək, bitkiləri kökündən yeyir və onları qurudur. Torpağın altında bir-biri ilə bağlı olan tunellər qazır, yəni özlərinin rahat hərəkətləri üçün. Bu tunelləri get-gedə daha da uzadır və mürəkkəbləşdirirlər. Ağızlarının və burunlarının hiss edəcəkləri qədər məsafədə faydalı bitkilərin kökünü yeyib doğramaqla qurudurlar. Mən bu misalı bilirsinizmi nəyə görə çəkirəm? Ona görə ki, kənd təsərrüfatı üçün dana dişi nədirsə, korrupsiyada ölkə və dövlət üçün o deməkdir. Da onunla, yəni dana dişi ilə necə mübarizə aparırlar, onların kökünü necə kəsirlər, burasını demək istəmirəm. Sonra qarşımızda daha ağır bir missiya qalaqlanıb dayanacaq ki, bəs korrupsiya ilə necə mübarizə aparmaq lazımdır, onu necə edə bilərik? Dana dişi ilə mübarizə ilk növbədə onların varlığını aşkar etməklə başlayır. Korrupsionerlərlə mübarizə də onların varlıqlarını və cəmdəklərini aşkar etməklə başlayır. Sonraki reseptləri də siz bilirsiniz. Mənim işim dana dişi varlığını göstərməkdir. Dəyərli izləyicilər, mən sizə bir neçə dəfə, hətta dəfələrlə deyə biləcəyiniz qədər Azərbaycanın gömrük orqanlarındakı dana dişi sürüsü barədə məlumatlar vermişəm. Azərbaycanda əlbəttə onların lap təpəsində İlham Əliyevin özü dayanır, buna şübhə yoxdur. Amma axı sürünün başqa effektləri də var. Onlardan birini ayırıb da bir neçə dəfə sizə tanıtmışam və son zamanların bu qəhrəmanı Kənan Aşurludur. Buna görə də Kənan Aşurlunun kim olduğunu artıq bilirsiniz. Məşhurlaşdıra bilmişik yəni. Uzun müddət gömrük orqanlarında çox yüksək vəzifələrdə işləməkdədir. Fövqəladə Hallar Nazirliyində də hətta Bakı Regional Mərkəzinin rəisi vəzifəsini sürüyüb, indi yenidən gömrükdədir və gömrüyün ən qaynar sektoru olan Az Terminal İstehsalat Kompleksinin rəisidir. Bu az terminal elə bir nəsnədir ki, hesab edin onun rəisi elə gömrük komitəsinin rəisidir. Dövlət gömrük xidmətinin canı orasıdır. Onun rəisi ilə komitə sədri arasındakı milyonluq, milyardlıq paketdə deyil, yeşik münasibətlərinin həcmini kimsə təsəvvür edə bilməz. Çox ağır söhbətlərdir bunlar. Bu söhbətləri yerindən qaldırmaq üçün müasir qaldırıcı kranlar gərəkdir, amma onlar bunu xımır-xımır edirlər ki, ağır kranları uzaqdan görənlər olmasın. Kimə lazımdırsa onlar əlbəttə görürlər, amma yaman gözlərdən də gizlətmək lazım gəlir axı. Qısası desəm, indi gömrük komitəsinin sədri general nə bilim nə, yəqin ki, general polkovnik Şahin Bağırovla general mayor Kənan Aşurlu arasındakı münasibətləri yalnız qaldırıcı kranlarla təsnif edə bilərsiniz. Orada hansı gündəlik, həftəlik, aylıq öhdəliklər, paketlər, qutular, bağlamalar varsa özlərindən başqa bir neçə nəfər bilər. Bilməyə elə hamı bilər, amma dəqiq təsəvvürlər əsasında məhdud sayda adamlar bilər, onu nəzərdə tuturam. Az terminalın rəisi kimdirsə hesab edin ki, gömrük komitəsi həmin adama icrəyə verilibdir deməkdir. Komitə sədri də beləcə obyekt sahibi kimi kənardan kənara icarəçinin fəaliyyətinə barmaq eləyə bilər və o qədər. Bu subordinasiya məsələsidir. Belə söhbətlərə də qarışmayın. Onsuz da bir şey başa düşməyəcəksiniz. Axılaf əvvəldə dedim, bunlar yeraltı dana dişi tunelləri ilə hərəkət edirlər. Yerin üstündə də nə görməlidirlərsə hamısını kökündən doğrayıb qurudurlar. Orada az terminalda Kənan Aşurlunun gizli dana dişi təsərrüfatının icraçı direktoru kimi funksionel fəaliyyət göstərən şəxs isə Bəxtiyar Mehdiyev adlı bir zatdır. Mən əslində bu adı çəkməklə də xüsusi bir açıqlama etmirəm. Yəni, yerli mediada Kənan Aşurlunun əməlləri barədə yazan jurnalistlər hələ qalıbsa, onlara Kənan Aşurlunun hədə-qorxuları bu cənab vasitəsilə göndərilir. O da özünün zəhmi və zabitəsi ilə qorxutmur, ölkənin Daxili İşlər Naziri Vilayət Eyvazovun və DTX rəisi Əli Nağıyevin adı ilə qorxudur. Mən bilmirəm onların arasında hansı münasibətlər var və bu münasibətlər neçəyə tənzimlənir, necə tənzimlənir, amma bu şəxslərin adı ilə
kiməsə hədə-qorxu gəlmək faktı varsa, demək ki, bu münasibətlər də hər halda birtəhər tarazlanmışdır. Hətta oraya qədər ki, Viloşa deyəcəyik, sənin başına torba keçirib Bandadelin zirzəmisinə atsın şəklində amiranə, hökümlü və hikkəli qaydada. Vilayət Eyvazova Viloş demək də axı havayı ola bilməz. Bu sözü bu şəkildə, yəni Viloş biçimində eybəcərləşdirib deyə bilirsənsə, demək ki, haqqını verərək deyə bilərsən. Yaxud Əli Nağıyevə deyəcəm, sənin haqqında cinayət işi qaldırsın və materialları da müntəzəm olaraq götürüb baxacam ki, görüm sənin torbanı necə və hansı materiallardan toxuyurlar şəklində. Razılaşın ki, DTK-nın özünün və İstintaq İdarəsinin qovluqlarını qoltuğuna vurmaqla ərk edən və ya ərk etdiyi ilə qürrələnən adam da bahalı adam olmalıdır. Mən Vilayət Eyvazova Viloş deyəcək qədər cəsarətli adam deyiləm. Hər halda ölkənin özü də babat quldurluqları ilə fərqlənən bir hökumətin daxili işlər naziridir. Bunu necə eləmək olar? Amma Kənan Aşurlu da yox, hətta onun adyutantı kimi fəaliyyət göstərən birisi belə bir ifadəni özünə rəva göstərərək düşmənlərinin canına vəlvələ sala bilirsə, demək vəlvələ pulu ayrıdır, zəlzələ pulu ayrıdır, Viloş pulu da ayrıdır. Bəxtiyar Mehdiyev müəllim isə sizə deyə bilir, bu cür sifarişləri verə biləcəyi ilə qürrələnə bilir. Çünki əslən Ordubaddan olan bu cənab şəxsən General Kənan Aşurlu ilə bir sinifdə oxuyub, bəlkə də bir-iki siniflik oyan buyanları da var. Mən onların sinif rəhbərləri olmamışam, heç sinifkomları da olmamışam. Amma bu cütlük yalnız sinif yoldaşı deyil, həm də kirvədilər. Azərbaycan hökumətinə hamı qudalar hakimiyyət deyir, alın, bu da sizə kirbəlik münasibətləri. Bəxtiyar Mehdiyev Kənan Aşurlunun Fövqəladə Hallar Nazirliyində şöbə rəisi işləyən oğlu Elşən Aşurlunun kirvəsidir. Və bu da inzibati qohumluğun rangını artıran xüsusi qohumluq dərəcəsi kimi işlək sayılır. Və bu gizli işlək yeraltı danadişi tunellərində hərlənən, özü də xaotik deyil, nizamlı şəkildə hərlənən bu danadişi sürüsü də beləcə bir-birinə qahmar çıxmaqla, bir-birinin arxasını bərkitməklə, yerin üstündə nə görünə bilərsə hamısının kökünü yerin altındaca haqlayıb, kökünü kəsməklə, gövdəsini isə qurutmaqla məşğuldular. O ki qaldı, Bəxtiyarın dediyi kimi Viloş müəllimə yaxud Əli Nağıyev müəllimə özləri bilərlər. Kim onlara nə qədər ərk edirsə, kim onlara nələr verib bu imtiyazları satın alırsa, onların öz təsərrüfatlarıdır və buyursunlar, idarə etsinlər.